Salam hörmətli izləyicilər, bu gün biz sizə, 20 mart 2026-cı ildə, bu il blok imtahanlarını nəzərdə tutmuş ümumi sınağımızın izahını verəcəyik. Deməli, başlayaq. Birinci sualımız belədir ki, deyir, sual işarəsinin yerində hansı dövr yazılmalıdır? Baxırıq, əmlak və sosial bərabərsizliyin yaranması, sənətkarlığın müstəqil sahəyə çevrilməsi, tayfa başçılarının ilahiləşdirilməsi. Bunlar müxtəlif tunc dövrünə aiddir. Burada erkən tuncda verib, amma biz daha doğru olan bəndində olan tunc dövrünü götürəcəyik. Məhz birinci suala bəndi uyğun gəlir. Keçirik ikinci suala. Deyir ki, ABŞ tarixində ilk katolik prezidenti idi. Xarici siyasətdə yeni hüdudlar adlanan doktrina irəli sürmüşdü. Verilənlərə aiddir. Bu ABŞ prezidenti John Kennedy 1961-ci seçilmiş, 63-cü ildə isə Dallas şəhrində öldürüldü. Əslin cinayət kimdə bu tarixə düşmüşdü. Üçüncü sualda deyir ki, Euler-Venn diaqramında müqayisə edin padişah və konsul. Demək, qədim Roma dövrünə aid padişah və konsuldan söhbət gedir. Seçki ilə hakimiyyətə gəlirdi hər ikisi. Orduya rəhbərlik edirdi, bu da hər ikisi. Deməli, A ilə B gedəcək ortağa, birinci ortağı tapmalıyıq. Burada yalnız C-də var AB. Deməli, C-də əlavə var. Baxaq görə C-də uyğun gəlir ortağa. Yalnız patrislər arasında seçildi. Xeyr, bilirsiniz ki, konsullar Respublikanın əvvəlində yalnız patrislərdən seçilsə də, amma 3-cü əsrdən etibarən plebeylər də istənilən vəzifəni tuta bilərdilər, yəni konsul seçilə bilərdi. Ona görə bunu konsula aid etmək olmaz. Bu yalnız padişaha gedir. Ona görə doğru cavabımız C olur. Baxaq görə 2-də Y doğru yer alıb. 1 il müddətinə müəyyən səlahiyyətə malik olurdu. Bəli, konsullara aiddir bu. C-yə baxırıq. Deyir ki, yalnız patrislə, bəli, padişah yalnız patrislər arasında seçilirdi. 6-cı əsrdən seçilməyə başlamışdı. Bu eradan əvvəl olsaydı konsul götürə bilərdi. Məsələn, abituriyentlərdə daha çox diqqətsizlik etdiyi məsələlərdən biri budur. Ona görə D eradan əvvəl yazılmadığı üçün götürə bilmirik. Məhz doğru cavab C bəndidir. 4-də deyir ki, xronoloji ardıcıllığı müəyyən edin. İkinci Göytürk dövlətinin yaranması 682, Xəzər xaqanlığının süqutu 965, Frank dövlətinin imperiyaya çevrilməsi 800-cü il, xilafətin paytaxtının Bağdada köçürülməsi 762-ci il. Deməli, doğru cavab olacaq 14, 32, bu da B bəndində öz əksini tapmışdır. 5-ci sualda xəritə sxemdə verilənlərə əsasən doğru cavab müəyyən edin. Eradan əvvəl 1-ci əsrin 2-ci yarısında Romalılar əvvəl İberiyaya gedirlər, sonra Albaniyaya. İndi baxaq cavablara. Kür döyüşündə qalib gəldilər. Xeyr, Kür döyüşü ümumiyyətlə 1-ci yarısıdır. Həm də o zaman Albaniyaya 1-ci yürüş etmişdir Romalılar. Pompey başçılığı Qafqaza yürüş etdilər. Bu 1-ci yarısı olmalıydı. Burada 2-ci yarısı yazılıb. C. Kanedinin rəhbərliyi ilə ilk dəfə Albaniyaya gəldilər. Xeyr, Kanedinin rəhbərliyi altında Albaniya yox, ilk dəfə məhz İberiyaya gedirlər, həm də Romalılar Pompeyin rəhbərliyi altında, yəni ilk dəfə gəliblər Albaniyaya. D-yə baxırıq, Alban hökmdarı Zoberi assalar, saldılar. Bəli, doğru cavab budur. 36-cı ildə əvvəl gedir İber hökmdarı assalar salır və yaxud da müttəfiqlə çevirir, sonra gəlir Alban hökmdarı Zoberi assalar salır. Y-də yazır ki, Alban hökmdarı Orosla mübarizə aparmışdır, yəni Orosla Pompey mübarizə aparmışdır. Məhz doğru cavab D bəndidir. 6-cı suala baxırıq. Səfəvilər 17-ci əsrin 2-ci rübündə Şeybanilərlə mübarizə 1599-dan bitir. Deməli, ondan sonra bir mübarizədən bəhs olunmur. Yəni 16-cı əsrdə bu məsələ bağlanır. B-yə baxırıq. 2-ci İstanbul sülhünü imzaladılar. Yəni bu 1612-dir, amma burada 2-ci rübü, yəni 26-50-ni istəyir, düşmür. C-də deyir, Portugalları Hörmüzdən qovdular 1622-dir. Bu da 2-ci rübə yox, 1-ci rübə düşür. D-yə bax, Ruslarla mübarizədə qalib gəldilər. Bu 1662-dir. Bu ümumiyyətlə 3-cü rübə düşür. Y-də deyir ki, Osmanlılarla mübarizədə Bağdad şəhərini səfirin dövründə 30-cu ildə itirdilər və 1639-cu ildə Qəssəşirin müqaviləsi imzaladı. Məhz doğru cavab E bəndidir. 7-ci sual deyir ki, Tayler üsyanı Jaklar üsyanından fərqli olaraq bir sıra tələblərə sürmüşdü. Bəli, BR-ın ləğv olunmasını, verginin azaldılmasını, yəni tələbini irəli sürmüşdü. Xeyirxah krala inanılması hər ikisinə aiddir. Feodal zülmə qarşı olması hər ikisinə aiddir. Məğlub olsa nəticəsiz qalmaması hər ikisinə aiddir. 14-cü əsrin 2-ci yarısında baş verməsi, bəli, 1358 və 1381-də olduqları hər ikisi 14-cü əsrin 2-ci yarısında. Doğru cavab A bəndidir. 8-ci sualda deyir ki, Şirvanşahlar dövləti Ərəb xilafətinin süqutu nəticəsində yaranmışdır. Xeyr,
parçalanması və ya da zəifləməsi nəticəsində 861-də yaranıb. B. 16-cı əsrin 1-ci rübündə süqut etmişdir. Xeyr, 38-də 2-ci rübünə düşür. C. Kür döyüşü nəticəsində Teymurlara məğlub olmuşdur. Xeyr, qalib gəlir 1405-ci ildə Teymur Ömər Mirzəyə. D-də deyir ki, 15-ci əsrdə hakimiyyəti Şərqi Gürcüstana yaya bilmişdir. Bəli, 1407-ci ildə 1-ci İbrahim. Məhz bu da Qarayusla mübarizənin səbəblərindən biri idi. Y-də deyir ki, Hülaki xanın başçılığı ilə baş vermiş yürüş nəticəsində ilk dəfə Monqollardan asılı düşmüşdür. Bu 1231-39 Zormoğunun rəhbərliğində ilk Monqolların Azərbaycan ikinci yürüş nəticəsində baş verib. Ona görə doğru cavab məhz D bəndidir. Deməli, gəlirik 9-cu suala, Cumhuriyyətlə bağlıdır. Məktəblərin milliləşdirilməsi, 3 rəngli bayrağın yaradılması, parlamentin fəaliyyətə başlaması, milli ordunun yaradılması. Deyir ki, verilənlərdən hansıları AXC-nin dövlət quruculuğu tədbirlərinə aid deyil? Yalnız 2 və 4, bunlar ikisi də aiddir. Yalnız 3 də aiddir. Heç biri, xeyr, aid olanlar var. Yalnız 4, xeyr, 4 milli ordunun yaradılması dövlət quruculuğu idi. Yalnız 1, bu mədəni tədbirdir. Ona görə də məktəblərin milliləşdirilməsi bu daha çox mədəni tədbirlərə götürülür, dövlət quruculuq tədbirlərinə yox. Deməli, gəlirik 10-cu sualda. Alman ordusunun Verden üzərinə hücumu zəiflədildi. Alman ordusu müdafiə keçməyə məcbur oldu, yəni hücumdan müdafiə mövqeyə keçməyə başladı, yəni hücum taktikasından müdafiə taktikasına keçdi. 3-cü xanada boşluq saxlanılır. Nöqtə daha doğrusu, verilənlər hansı döyüşün nəticəsidir və boşluğu hansı ifadə tamamlayır? Verden, Almanlar bütün diqqətlərini şərq cəbhəsinə yönəltdilər. Xeyr, bu Marnadan sonra olub. Jutland, Almanlar ilk dəfə zəhərli xlor qazından, Jutland 16-da, zəhərli xlor qazından isə 15-də istifadə ediblər, həm də ümumiyyətlə şərtlərə uyğun gəlmir. C. Somma, Almanlar qərb cəbhəsində üstünlüyü, Almanların qərb cəbhəsində üstünlüyü son qoydu. Bəli, doğru cavab C-dir. Marna, Almanlar 2 cəbhədə vuruşmağa məcbur oldu. Düzdür, Marnada var, şərtidə düz gəlir, amma yuxarıdakılarını tamamlamır, ona görə çaşdırıcıdır. Y. Tannenberg, Fransa həlledici məğlubiyyətdən xilas oldu. Tannenberg 14-dür və rusların olub, amma Fransa həlledici məğlubiyyətdən Marnanın nəticəsində xilas olmuşdur. Məhz doğru cavab C bəndidir. 11-ci sual. Xəritədə ruslarla mübarizədə Krımı itirmiş dövlətlərin ərazisini müəyyən edin. Deməli, bilirsiniz ki, 2014-cü ildə Ukrayna məhz 1774-cü ildə müstəqilliğini tanıdı Osmanlı, yəni 5, 1783-cü ildə Ruslar işğal etdi, 1791-ci il müqaviləsində tanıdı onu, yəni 4-dən 5 ruslarla mübarizədə itirib A bəndi məhz doğru cavabdır. 12. Ərəb xilafət dövründə cizyəyə aid deyil. Can vergisi idi, bəli. 7-ci əsrdə meydana gəlmişdi, bəli. Orada xidmət etməyən xristianlardan alınırdı, bəli. Pul ödənilir, bəli. Bütün vergi verən əhalidən xeyr, yəni İslamı qəbul etməyən, orada xidmət etməyən yalnız xristianlardan alınırdı. Yəni xristianlardan daha doğrusu. Yahudilərdən də alınıb, amma Azərbaycanda Yahudi olmadığı üçün bu xristianlardan söhbət gedir. Yəni 12-ci sualda cavab yəni E bəndidir. 13-cü sual. İngiltərədə 1-ci parlament islahatı nəticəsində kral hakimiyyəti məhdudlaşdırıldı. Bu 1689 hüquqlar haqqında bilinəndi. Fəhllər parlamentdə seçilmək hüququ qazandı. Bu 2-ci parlament islahatı nəticəsidir. Lordlar Palatası ləğv olundu 1649-cu ildədir. Bu inqilabın gedişində. Sənaye burjaziyası parlamentdə təmsil olundu. Bəli, doğru cavab budur. Yəni bəzən abituriyentlər çaşırlar. Yəni burjuaziya və yenizadəganlar inqilabın nəticəsində parlamentdə təmsil olunur və siyasi hakimiyyət ələ keçirmişdir. Amma sənaye burjuaziyası isə 1-ci parlament islahatı, yəni 1832-ci ildən etibarən təmsil olunmağa başlayıb. Edə isə hakimiyyət yenizadəganlara və burjuaziyanına keçib, bu da inqilabın gedişinə aiddir. Heç bir əlaqəsi yoxdur. Cavab D bəndi, doğru cavab. 14-cü sual. 2-ci Rus-Qacar müharibəsinə aid deyil. Yəni 1826-28-ci il Türkmənistan sülhünə bitən müharibəyə. Müharibənin taleyini Gəncə döyüş həll etdi. Bəli, 1826-13 sentyabr. Türkmənistan sülhü ilə başa çatmışdır. Doğrudur. İrəvan və Naxçıvan xanlıqları da ruslar tərəfindən işğal edilmişdir. Bəli. Müharibənin əvvəlində Bakı və Lənkəran əraziləri qısa müddətdə olsa ruslardan azad, xeyr, Lənkəran azad olunsa da Bakını heç cür azad etmək mümkün olmadı ruslar, çünki bunu itirməsi Həştərəxanla əlaqəsinin kəsilməsi və ordunun təchizatının pisləşməsi demək idi. Yəni bu da məğlubiyyətdən gətirib çıxarda bilərdi.
Ona görə doğru cavab deyil. E-yə baxırıq. Rus çarı 1-ci Nikolayan dövründə baş vermişdir. Bəli, 1825-55-ci illərdə. Məhz doğru cavab D bəndidir. Yəni aid olmayan. 15-ci sual səbəb nəticə əlaqəsi doğru verilmişdir. Şərur döyüşünün baş verməsi, Ağqoyunlu dövlətinin süqut etməsi yox, Alma bulağı ilə süqut edir tamamilə. Samur döyüşünün baş verməsi, qızılbaşların məğlub olması, xeyr, onda hələ qızılbaş adlanmırdılar. Salarilər dövlətinin yaranması, Azərbaycan torpaqları ilk dəfə vadi aldı yox, Salcilərlə olub bu da getdi. Monqolların ilk yürüyüşünün baş verməsi, Şərbəşqalar dövləti Monqolların asılı xeyr, asıla düşmədi, dağıntılara məruz qalmışdı. Amid döyüşünün baş verməsi, Romalıların məğlub olması, bəli, 359-cu ildə cavab E bəndi doğru cavab. 16. Xronoloji ardıcılığı müəyyən edin. Rusların Şəmkir döyüşündə qalib gəlməsi 1826, Osmanlıların Buxarest sülhünü imzalaması 1812, Şərq Gürcüstanın daxili müxtəriyyətinin ləğv edilməsi 1801, Çinin İngiltərənin yarım müstəmləkəyə çevrilməsi əsasını qoyulması 1842-dir. Deməli olacaq burada 3, 2, yəni 32, 14, 32, 14 cavab A bəndidir. 17-ci sual. 19-cu əsrin 60-70-ci illərində Şimali Azərbaycanda keçirilmiş məhkəmə və şəhər islahatları üçün ümumi oxşar cəhət kimi götürmək olmaz. Silki məhdudiyyətdən ləğv edilməsi, bəli, var idi bu. Yerli əhaliyə bir sıra hüquqların verilməsi, bəli, bu da var idi. Yəni vəkillərdən istifadə etmək, şəhər islahatında isə seçilmək hüququnun verilməsi idi. Yerli əhaliyə rəhbər vəzifə tutmasına şərait yaradılması, xeyr, nə məhkəmədə, nə şəhərdə bu hüquq verilmədi. Əvvəlki idarə sistemlərində olduğu kimi. Burjuva xarakteri daşıması, bəli, məhdud cəhətlərin olması bu da var idi. Amma C variantı məhz götürmək olmaz. Heç birisində yox idi. 18-ci sual. Sxemi tamamlayın. Yəni burada otlaqlara görə alınan vergilərdən söhbət gedir. Çöpbaşı, yəni Qaraqoyunlu, Ağqoyunlu Səfəvlərdə var idi. Çobanbəyi, daha da Çöpbaşı, xanlıqlar və Çar Rusiyası dövründə, Çobanbəy isə Qaraqoyunlu, Ağqoyunlu və Səfəvlərin dövründə. Burada yəni qapı puludur ki, yəni Cənubi Azərbaycanda 19-cu əsrdə alınırdı. Cavab B bəndidir. 19. Düzgün olmayan variantı müəyyən edin. Zaman, məkan qalib. Erdən 200-cü il, Pinçen döyüşü, qalib Çin deyil, Hunlar idi. Elə bu A bəndidir. İs döyüşündə Makedoniya bəli qalibdir. Qanıqda qalibdir Romalılar. Fermopildə Əhmənilər qalibdir. Bəli, məhz doğru cavab elə A bəndidir. Məntiqi ardıcılığı tamamlayın. 20-ci sualda Həsənli döyüşünün baş verməsi 1578-də baş verib noyabr ayında. Krım qüvvələrinin məğlub edilməsi, bəli, Adilgərə məğlub edilməsi götürülmüşdü. Mərəd sülhünün imzalanması bu sınıq körpü döyüşü nəticəsində olub. Osmanlılar tamamilə Azərbaycan ərazilərindən çıxarılması, bu Şah 1-ci Abbas 2-ci İstanbuldan çıxardı bunlar tamamilə. Şirvanın Osmanlılardan azad edilməsi, bəli, Çıldırından sonra tutmuşdu. Molla Həsənlə çıxarıldılar, bəli. Səfəvlərin iki cəhbədə müharibə aparmaqdan xilas olması bu İstanbul sülhü ilə baş verib. 1-ci İstanbuldan. İkinci İstanbul sülhünün imzalanması, bu da 1612-dir, yəni heç bir əlaqəsi yoxdur. Bu, yəni daha çox, yəni 2-ci Sufyanın nəticəsi olmalı idi. 21-ci sual. Daha əvvəl baş vermişdi. Anadolu öhdəliyin imzalanması 1803 Çarlılarla Ruslar arasında. Gəncənin Ruslar tərəfindən tutulması 1804 yanvar. Tilsiz sülhünün imzalanması 1807 Ruslarla Fransızlar arasında. Müqəddəs Roman İmperiyası süqutu 1806. Kürəkçay müqaviləsi imzalanması 1805. Doğru cavab A bəndində 1803-cü ildə Çarlar Ruslar arasında imzalanmışdır. 22. 13-14-cü əsr memarlıq abidələrindən deyil. Ramana qalası var idi. Bərdə türbəsi var idi. Gülüstan qalası 12-ci əsrdir. Yəni Gülüstan, Buğurt, Mərdəkan və Qız qalası bunlar 12-ci əsr müdafiə qalalarıdır. Məhz doğru cavab C bəndidir. Bizans imperatorun səlahiyyətinə aiddir. Xarici dövlətlərlə əlaqə qurulması, bəli. Kilsəyə rəhbər etməsi, bəli. Vergi xeyr yığması deyil. Roma papası tərəfindən seçilməsi bu da aid deyil. Cavab 1-dən 2-dir. 24-cü sual. Hansı rəqəmlərin yerini dəyişməklə düzgün xronoloji ardıcıllıq alınar? Nadir Şahın Mərkəzi Asiyaya yürüş etməsi 37-dən başlayır. Fətəli xan Əfşarın Qarabağa tabe etməsi 1759-da. 3-cü Sam Mirzə üsyanı 1747-dədir. Nadir Şahın Şəkiyə yürüş etməsi o da 46-cı ildir. 44-46-cı illərdə başlayır təxminən. Deməli 2 ilə 4 yerini dəyişməlidir.
25-ci sual. Xəritədə nömrələnmiş şəhər üçün, yəni rənglənmiş daha doğrusu şəhər üçün səciyyəvidir. 44 günlük Vətən müharibəsində döyüşlə alınmış sonuncu şəhər mərkəzi idi. Bəli, Şuşadan gedir söhbət. Noyabrın 8-də azad olunmuşdu. Ermənilər tərəfindən 93-cü ildə işğal edilmişdi. Xeyr, 92 mayın 8-də işğal olunmuşdu. 24-cü ildə böyük qayıdış həyata keçirilmişdi. Bəli, 3-cü və ya 4-cü mərhələ Şuşada keçirilmişdi 24-cü il mayında. Degenverin mərkəzi olmuş Xeyirxan kəndi idi. Bunu da ermənilər Stəpənəkət adlandırmışlar. Məhz doğru cavab, yəni A-nan C-dir. Heydər Əliyevin birinci rəhbərlik dövrünə aiddir. Yəni 1969-82-ci illər. Kürdən-Bakı su kəmərinin çəkilməsi 1971 doğrudur. Konstitusiya ilk dəfə Azərbaycan dili ilə bağlı maddənin əlavə olunması bu İmam Mustafayevin dövrünə aiddir 50-ci illər. Xankəndinə dəmir yolun çəkilməsi 79, bu da var idi. Novruz bayramı, Bahar bayramı ilə bu 67-dir. Yəni bunun əlaqəsi yoxdur. Cavab A-nan C doğrudur. 27. Ön Asiya uğrunda Roma ilə mübarizə aparmışdılar. Parfiya aparıb, bəli, Karra döyüşü də olub. Albaniya ümumiyyətlə işğalçı mübarizə aparmayıb. Makedoniya o zaman yalnız Avropadan ibarət idi. Romanın işğalları zamanı, yəni Balkan yarımadasında yerləşirdi. Manna Romanı görməyib. Seleviklər aparıb, bəli. 1-lə 5 məhz doğru cavabdır. Mətni oxuyun və əsaslanaraq 28, yəni oxuyun və mətnə əsaslanaraq belə deyək də 28-30-cu sualda cavablandırın. Makedoniya İskəndər tabe etdiyi ərazilərdə yeni şəhərlər saldırırdı. Yunanistandan köçüb gələnlərin hesabına bu şəhərlərin əhalisi artırdı. Belə şəhərlərin çoxu adlandırılırdı. İskəndərin imperiyasının parçalanması nəticəsində yaranan dövlətlər sərkərdələri idarə edirdi. Onlar vilayətləri idarə etmək üçün Yunan və Makedoniyalardan məmurlar təyin edirdilər. Yerli əhalidən olan quldarlar Yunanlara oxşamağa çalışır, onların dilini öyrənir, adətlərini qəbul edirdilər. Mətndə nöqtələrin yerində adı buraxılmış ifadə əməl edib yazın, yəni İskəndəriyə şəhərlər salınırdı. Yəni İskəndəriyə də ən məşhur Misirdə yerləşirdi, Nilin deltasında. 29-da ki, yerli əhalinin gəlmə Yunanlıların adətlərini qəbul etməsi nəticəsində yaranmış mədəniyyətin adını yazın. Ellen mədəniyyəti idi. Bu Atropaten Albaniyada özünü göstərirdi. Ortaq cəhətin kilometrdən istifadə olunması idi. 30-da ki, İskəndərin yeni şəhərlər saldırmaqda məqsədlərdən ən azı birini yazın. Öz mövqeyini möhkəmləndirmək, şərqdə hakimiyyətini daha geniş yaymaq və s. kimi məsələləri qeyd etmək olar.